Değerli izləyicilər, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Bildiyiniz kimi, vaxtaşırı olaraq sizinlə dərs izahları və həmçinin də müxtəlif kurslar tərəfindən keçirilən sınaqların izahlarını paylaşıram. Bugün 26 oktyabr 2025-ci ildə OTK OTK-nın ilk sınağı olub və o cəhətdən düşündüm ki, e, sınaqda iştirak edən abituriyentlər və həmçinin də iştirak etməyənlər, özləri sərbəst evdə işləmək istəyənlər üçün izahlara baxmaq istəyən müəllim yoldaşları və sair izləyicilər üçün OTK-nın ilk blok sınağının izahlarını paylaşım. Onu bildirmək istəyirəm ki, blok suallarına mən də sizin kimi ilk dəfə olaraq baxıram. Yəni, sualların rəsmi cavabları ilə, etalon cavabları ilə tanışlığım yoxdur və birlikdə olaraq sualları təhlil edə-edə doğru cavabları çıxarmağa çalışacağım. Əgər hansısa bir sualda diqqətsizlik etsəm, sualın cavabında, izahında yanlışlıq olsa, məni üzrlü hesab eləyəsiniz və əgər izahımızı bəyənsəz, videolarımızın tez-tez çəkilməsi, sizə dəstəyimizin davamlı olmasını istəyirsinizsə, videomuzu bəyənib paylaşa, həmçinin əgər abunə deyilsinizsə, kanalımıza abunə ola bilərsiniz. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm. İlk öncə istəyirəm ki, izahımızı paylaşmazdan əvvəl sualları ümumi olaraq göstərim ki, sərbəst işləmək istəyənlər sualların görə bilsinlər, işləyə bilsinlər, daha sonra izahları dinləyərək öz cavablarını yollasınlar. Deməli, ilk səhifəmiz 9-cu suala qədər, ikinci səhifəmiz 10-cu sualdan 18-ci suala qədər, üçüncü səhifəmiz 19-cu sualdan 27-yə qədər və sonuncu səhifəmiz situasiyada sizə təqdim olunan suallardır. Və keçid alırıq suallarımızın izahına. Deməli, ilk sualımıza başlayırıq. Euler Venn diaqramında uyğun bəndləri qeyd edin. Qırmızı bakteriya və yaşıl bakteriya müqayisə olunur. Birinci bənddə fotosintez prosesində hidrogen mənbəyi kimi H2-dən istifadə edir. Burada hidrogen mənbəyi kimi H2-dən istifadə edir. Yaşıl bakteriyalar olacaq. Biri yaşıl bakteriyalar yazırıq. Fotosintez prosesində hidrogen mənbəyi kimi H2S-dən istifadə edir. Bu qırmızı bakteriyalardır. Fotosintezin sonunda su molekulları əmələ gəlir. Bu, hər ikisində əmələ gəlir. Ona görə 3-ü ortaya yazarıq. Fotosintezin sonunda kükürt əmələ gəlir. Bu, qırmızı bakteriyaya aiddir. Fotosintezdə monosaxarid əmələ gəlir. Bu, hər ikisinə aiddir, yəni glukoza yaranır. Demək, 1-ə 2, 4, 2-yə 1, 3-ə 3, 5. 2, 4, 1, 3, 5. Doğru cavabımız düşünürəm ki, bu sualda A variantıdır. Davam edirik növbəti sualımız. İkinci sual. Yetkin qıcı sporofit nəsildir. Bu doğrudur. Deməli, 1-ə plus qoyarıq. Gametofit nəsildir. Yanlışdır. Çünki onların gametofit nəsli protaldır. Yerüstü dik duran gövdəyə malikdir. Xeyr, bunlarda yerüstü gövdə olmur. Diploid sporlar əmələ gətirir. Yanlışdır. Çünki bunların sporu haploiddir. Saç-ağrı köksünə malikdir. Bəli, doğrudur. Ona görə burada doğru cavab 1, 5, yəni B variantı. Üçüncü sualımız. Ribosom erintisi polipeptiddir. Xeyr, polipeptid deyil. Polipeptid zülallara deyilər. Xromosomun əsas tərkib hissəsidir. Xeyr. DNT üzərində sintez olunur. Bəli, yəni RNT-nin hər üç növü DNT üzərində sintez olunur. Zülalların sintezində iştirak etmir. Yanlışdır. Çünki ribosomun əsas tərkib hissəsini təşkil edir. Amin turşularını ribosoma daşıyır. Bu da nəqliyyat RNT-sinə aiddir. O cəhətdən D və Y variantları da yanlışdır.
Dördüncü sualımızda hücrədə insulin zülalının biosintezində minimum neçə növ nəqliyyat elementı iştirak etməlidir? İnsulin zülalı 18 növ amin turşudan təşkil olunduğuna görə minimum 18 növ nəqliyyat elementı iştirak etməlidir. D variantı doğru cavabdır deyə düşünürəm. Keçid alırıq 5-ci sualımıza. 5-ci sualımız məsələ sualıdır. Adətən məsələ suallarında daha diqqətli olmağa çalışırıq. Burada C variantında şəkil silinib. Üzr istəyirəm, mən onu sualın həqiqi formasına baxıb düzəliş edim. C variantında cavab 9-da 1-dir. Onu əvvəldə qeyd edirəm ki, 9-da 1 olaraq qeyd edim, silinib. Və indi məsələnin həllinə baxaq. Əgər spermatogenez zamanı yetişmə mərhələsinə daxil olan hüceyrələrin sayı oogenez zamanı yetişmə mərhələsinə daxil olan hüceyrələrin sayının 2 dəfə çoxdursa. Deməli, spermatogenezdə fərz edək ki, 2x qədər hüceyrə daxil olub, oogenezdə x qədər hüceyrə daxil olub. Onda əmələ gəlmiş yumurta hüceyrələrin sayı yaranan bütün qamətlərin hansı hissəsini təşkil edir? Spermatogenez zamanı bilirik ki, bir ilkin cinsiyyət hüceyrəsindən 4 qamət yaranır. Əgər 2x qədər ilkin cinsiyyət hüceyrəsidirsə, deməli 8x qədər erkək qamət yaranacaq. Oogenez zamanı isə bir ilkin cinsiyyət hüceyrəsindən bir qamət 3 yönəldici cisim əmələ gəlir. Yəni x qədər ilkin cinsiyyət hüceyrəsidirsə, deməli x qədər də qamət yaranacaq. Yaranan bütün qamətlərin hansı hissəsi, yumurta hüceyrələr yaranan bütün qamətlərin hansı hissəsini təşkil edir? Ümumi 9x-dir, bunun x-i yumurta hüceyrədir, bu da 9-da 1 olacaq. Ona görə elə doğru cavabımız C variantı olacaq. Əgər bir qadının 3 müxtəlif yumurta əkizi dünyaya gəlibsə, onda mayalanmada iştirak edən hüceyrələrdə cəmi neçə xromosom olar? Müxtəlif yumurta əkizləri dediyinə görə hər əkiz üçün 2 qamət iştirak edir. 3 vurulsun 2 bərabərdir 6 və hər qamətdə də 23 xromosom olduğuna görə 6 vurulsun 23 bərabərdir 138. Düşünürəm ki, burada doğru cavab B variantıdır. DNT molekulunda adenin və sitozin cəminin, timin və guanin cəminə nisbəti necə olar? Burada bərabər olacaq, çünki adenin timinə bərabərdir, sitozin də guaninə bərabərdir. Yəni, hərəsindən birini götürsək, yenə də bərabər olacaq. Yəni, nisbət 1 bölünsün 1 olacaq. Davam edirik 8-ci sualımızda. Deməli, 8-ci sualımızda insanın nəsil ağacının sxemində resesiv genlə nəslə ötürülən bir əlamət verilmişdir. Qeyd olunub. Qara rənglənmiş fərdlərdə bu əlamət fenotipcə üzə çıxmışdır. Əgər resesiv genlə nəslə ötürülən bir əlamətdirsə. Deməli, nömrələnmiş fərdlərdən hansının bu əlamətə görə heterozigot olduğunu əminliklə bildirmək olmaz. Düşünürəm ki, burada resesiv genlə cinsi və yaxud altsın xromosomla ötürüldüyü qeyd olunmalıydı, amma qeyd olunmayıb. Mən bunu hələlik altsın xromosom şəklində, yəni X, Y-yi nəzərə almadan göstərməyə çalışacağım. Fərz eləyək ki, bu kiçik A, kiçik A-dır. Deməli, bu bir nömrəli fərddir. Bu yenə kiçik A, kiçik A-dır. Deməli, bu da kiçik A, kiçik A-dır. Bu da kiçik A, kiçik A-dır. Deməli, hansının bu əlamətə görə heterozigot olduğunu əminliklə bildirmək olmaz. Burada birinci də yuxarıda kiçik A, kiçik A-nın 1 ilə çarpazlaşmasından əgər həm sağlam, həm belə deyək, xəstə fərd, həmin əlamətə malik olan fərd əmələ gəlibsə, deməli, bu, həm də ki, baxaq ki, 3 ilə 4-ün çarpazlaşmasından əgər, belə deyək, həmin əlamətə malik fərd yaranırsa, deməli, 3 heterozigotdur. 3 heterozigotdur, 4 də heterozigotdur. Bunu əminliklə söyləmək olar. İndi düşünək ki, kiçik A, kiçik A-nı nə ilə çarpazlaşdırsaq, burada həm kiçik A, kiçik A əmələ gələr, həm də böyük A, kiçik A əmələ gələr. Yenə də burada heterozigot olacaq.
Çünki əgər homozigot dominant olsaydı, orada yalnız böyük kiçiyə, yəni həmin əlamətə malik olmayan fərd əmələ gələrdi. Qalır bu tərəfdə böyük kiçiyə ilə kiçik kiçiyin çarpazlaşması. 2 nömrəli fərdin e, digəri ilə çarpazlaşması. Burada əgər 4 və yanındakı fərdlərdə biri heterozigot, digəri resessiv homozigotdursa, deməli valideynlərdə də ya biri böyük ya kiçik, ya digəri kiçik ya kiçiyadır. Və yaxud əksinə də ola bilər. Ya da ki, hər ikisi kiçik ya kiçik olsaydı hər halda bu rənglənmiş olacaqdı. Onda böyük ya kiçik olacaq. Burada düşünək. Deməli, yenə də heterozigot olacaq. 2 nömrəli fərd də heterozigot olacaq. Və qalır burada böyük ya kiçiyə 3 ilə 4-ün çarpazlaşmasından əmələ gələn 5-in hansı fərd olması. 5 həm dominant homozigot ola bilər, həm də heterozigot ola bilər. Yəni, onun heterozigot olduğunu əminliklə bildirmək olmaz. Düşünürəm ki, burada doğru cavab olacaq Y variantı. Nə xlamidomuna da, nə də amib hüceyrəsində olmur. Xloroplast heç birisində olmur. Çünki xloroplast ali bitkilərdə olur, yosunlarda olmur. Qamçı olur xlamidomonada da, həzm vakuolu amibdə var. Sonra plazmatik membran hər ikisində var. Hüceyrə divarı xlamidomonada da var. Doğru cavab olacaq 9-cu sualımızda A variantı. Davam edirik. 10-cu sualımızla nükleotidin sxeminə əsasən nüklein turşularının tərkibinə daxil olan monomerlərdəki A-nın növ müxtəlifliyinin sayı ilə B-nin növ müxtəlifliyinin sayı arasındakı fərqini hesablayın. Burada deməli, A azot əsasıdır. 5 növ azot əsası var. Adenin, sitozin, guanin, timin və urasil. Deməli, A bərabərdir 5. B, yəni 5 karbonlu karbohidrat, ya dezoksiribozadır, ya ribozadır. B bərabərdir 2. Yəni, burada həm də ki, nüklein turşularının tərkibinə daxil olan monomerlərdəki deyir. Yəni, bu ifadə olmasaydı, bəlkə də biz digər monosaxaridləri də götürə bilərdik, amma burada sadəcə riboza və dezoksiribozanı götürürük. Yəni, arasındakı fərqi A-dan B-ni çıxırıq, yəni 5 çıxılsan 2 bərabərdir 3 olacaq. 11-ci sualda hansı genotip düzgün göstərilməyib? Genotiplərdə bilirik ki, allergenlər eyni lokuslarda yerləşir, yəni xromosomların eyni sahəsində olmalıdır. A bəndində böyük ya kiçik ya böyük B, kiçik B olmalıdır, amma böyük B, böyük C eyni lokuslarda göstərilib, yəni qeyri-allergenləri eyni lokusda göstərib. O cəhətdən A yanlışdır. Digərlərində böyük B, kiçik B, böyük C, kiçik C, böyük ya kiçik ya. Yəni, bütün variantlara baxıram ki, allergenlər eyni lokuslarda yerləşir, digər variantlar doğru olaraq göstərilir. Davam edirik 12-ci sualımızla. Diheterozigot sarı hamar toxumunu oxudun. Diheterozigot sarı hamar. Yəni, fərz edək ki, böyük A, kiçik A, böyük B, kiçik B. Öz-özünə tozlanması eynisi ilə çarpazlaşdırılır. Böyük ya kiçik ya, böyük B, kiçik B. Alınan nəsildə hər iki əlamətə görə homozigot. Yəni, bunu mən çarpazlaşdırma aparmaq istəmirəm. Bu Penni cədvəlində var. Hər iki əlamətə görə homozigot deməli 4-dür. Böyük ya, böyük B, böyük ya, kiçik B, kiçik B, kiçik ya, böyük B, kiçik ya, kiçik B. Diheterozigot, o da 4 ədəddir. Yəni, 4 dənə diagonal formasında böyük ya, böyük B, kiçik B. Bir əlamətə görə heterozigot, fərqlər də, yəni bir əlamətə görə homozigot, digər əlamətə görə heterozigot olanlar 8 ədəddir. Yəni, burada 4 bölünsün 8. Yəni, bu da eləyəcək 1 bölünsün 2. O cəhətdən doğru cavabımız düşünürəm ki, burada C variantıdır. İnsan rüşeminin inkişafı zamanı baş verən prosesləri acılıqla göstərir. İki qatlı rüşemin yaranması, kürə şəkilli blastomerlə toplusun yaranması bu moruladır. İki qatlı rüşemin yaranması bu qastrulada əmələ gəlir, mezodermada həmçinin.
Toxuma və orqanların formalaşması bu neyroladır. Yəni, birinci olaraq burada düşünürəm ki, kürə şəkilli blastomerlər toplusu, yəni morlu olacaq. Və sonra əvvəl iki qatlı rüşem, sonra mezoderma qatı yaranır. İki qatlı rüşem, yəni ektoderma ilə endoderma yaranır. Daha sonra mezoderma, yəni 2, 1, 4. Daha sonra toxuma orqanlar axırda yaranacaq 3. Y variantı doğrudur deyə düşünürəm. İnsan orqanizmində suyun kütlə payı daha çoxdur. Qan plazmasında 90-92%-dir, sümük toxumasında 20%-dir, əzələ hüceyrəsində 75%-dir, baş pəncərəsində 85%, qaraciyərdə 70%-dir. Yəni ən çox qan plazmasında olacaq. Doğru cavab A variantı. Davam edək. 15. 15'te maraqlı sualdır. Şimpanzenin 2'ye bərabərdir 48 diploid xromasomda bu cür verilib. Nüvəsində meyozun müxtəlif mərhələlərində xromatid, xromosom və xromosomlara birləşən bölünmə vətənlərinin sayı verilmişdir. X, Y və Z-i müəyyən edin. Deməli, meyozun fazaları. Birinci metafaza. Deməli, struktur hansıdır? Aha, deməli, biz hansının xromatid, hansının xromosom, hansının xromosoma birləşən bölünmə vətənləri olduğunu müəyyən etməliyik. Deməli, əgər birinci metafazada 48, birinci anafazanın sonunda yenə 48 olubsa, ikinci metafazada 24-dürsə, ikinci anafazanın sonunda yenə 48 olubsa, bu xromosom olacaq, düşünürəm. X xromosomdur. Deməli, C ilə Y variantı arasında düşünərik. Sonra 96 xromatid, birinci anafazanın sonunda yenə 96 ola bilər. Deməli, xromatid, xromosom və xromosomlara birləşən bölünmə vətənlərinin sayı. Hı -hı. 96 xromatid ikinci metafazada, deməli, ikinci metafazada olur N2-si, elə 48 olacaq. İkinci anafazanın sonunda 2N2-sidir, yenə 48. Y olacaq xromatid, deməli, bu C variantını göstərir. Və bölünmə vətənlərinin sayı, yəni hər bir xromosoma bir bölünmə vətəri birləşdiyinə görə, yəni 48 xromosom varsa, 48 dənə də bölünmə vətəri olacaq. O cəhətdən Z də bölünmə vətəridir. Sualımızın doğru cavabı olacaq C variantı. Davam edirik 16-cı sualımızla. Zülalın quruluş səviyyələrindən hansının pozulması dönməyən denotrasiyaya səbəb olar? Burada birincilik quruluşdur. Birincilik quruluşda D variantıdır. D variantı deyirəm. Yəni D şəklidir və D şəkli də Y variantında verilib. Sualımızın doğru cavabı yəni Y olacaq. Əvvəl A pozulur, sonra B pozulur, sonra C pozulur. Əgər D də pozularsa, bu dönməyən denotrasiyaya səbəb olacaq. Çarpazlaşma zamanı nəsildə müvafiq olaraq neçə cür fenotip, neçə cür genotip alınır? Tam dominantlı mövcuddur, genlər ilişiklidir, crossover yoxdur. Əgər genlər ilişiklidirsə və crossover yoxdursa, heterozigot genotipli fərdlərdə iki cür qamət yaranır. Deməli, mən onları göstərəcəm. Böyük A, böyük B, böyük C olacaq, bir də böyük A, kiçik B, kiçik C və digər fərdimiz üçün kiçik A, böyük B, böyük C. Sonra kiçik A, kiçik B, kiçik C. Və çarpazlaşmanı aparsaq. Böyük A, kiçik A, böyük B, böyük B, böyük C, böyük C. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Yenə böyük A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C. Bizdən nə istəyir? Neçə cür fenotip,
Baxsaq, böyük ya böyük B, böyük C. Deməli, 3 dənəsində var. Böyük ya kiçik B, kiçik C bir dənəsində var. Yəni, fenotip olacaq 2. Fenotip 2. Neçə cür genotip alınır? Neçə cür genotip? Deməli, birinci, ikinci də fərqlidir. Deməli, böyük ya kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Burada da yenə böyük ya kiçik ya böyük B. 3 genotipdir. Genotip 3. Deməli, bəli. 2 fenotip, 3 genotip. O da C variantında verilib. Doğru cavab C bəndi. Devam edirik. Növbəti sualımız 18-ci sual olacaq. X, Y, K və Z azotlu əsaslarını müəyyən edin. Deməli, burada biz nəyə diqqət edəcəyik? Həm hidrogen rabitəsinin sayına, həm də ki, azotlu əsasın quruluşuna. İri molekuldursa adenin və guanin ola bilər, kiçik molekuldursa sitozin və timin ola bilər. Baxırıq, birincidə 2 hidrogen rabitəsidir və burada adenin ilə timindir. Deməli, X-imiz adenin olacaq, iri molekul olduğu üçün, Y-imiz timin olacaq. Və 3 qat rabitədə guanin ilə sitozindir, Z-imiz guanindir, K-mız sitozindir. Deməli, X adenin, Y timin, K sitozin, Z guanin. C variantı sualımızın doğru cavabıdır. 19-cu sualda hüceyrələrində sitokinez prosesində aktin və miozin zürallarının mühüm rol oynayır. Bu, heyvanlar aləminə aiddir. Aktin və miozin tərkibli saplar olur. Boğulmalarla bölünməni təmin edir. Və burada heyvanlar aləminin nümayəndəsi dəniz qozasıdır. Xərçəng kimlərə aiddir? E variantı olacaq bu sualımızın doğru cavabı. Devam edirik. Aha. 20-ci sualımızda göstərilib ki, genlərin acılığı normalda belədir. Mutasiyadan sonra dəyişiklik olub. Bu dəyişiklik necə adlanır? M, N, L, K, D, Y. Burada görürük ki, L hissəsi itib. L hissəsi itibsə, deməli bu sahənin çatışmazlığıdır. O cəhətdən Y variantı bu sualımızın doğru cavabı olacaq. Növbəti sualımızda çiçəkli bitkinin yarpağının hansı hissəsində fotosintez baş vermir? Qapayıcı hüceyrələr yaşıldır, kloroplastlar var, baş verəcək. Süngərvari toxumada baş verəcək. Mexaniki liflərdə kloroplast yoxdur, orada baş verməyəcək. C variantı olacaq sualımızın doğru cavabı. Polisaxarid deyil, peksin polisaxariddir, sistein. Sistein amin turşusudur, ona görə cavabımız B olacaq. Digərlərin hər biri polisaxariddir. Qapalı suallarımız bitdi. Artıq açıq suallarımıza keçid alırıq və davam edirik. Ada dovşanlarında tükün rənginə görə epistaz mövcuddur. Bu əlamətə görə diheterozigot ada dovşanla, yəni böyük C, kiçik C, böyük A, kiçik A, dihomozigot resesiv ada dovşanını çarpazlaşdırır. Kiçik C, kiçik C, kiçik A, kiçik A. Alınan nəslin neçə faizi qara olur? Çarpazlaşdırmamızı aparaq. Deməli, qametlər böyük C, böyük A, böyük C, kiçik A, kiçik C, böyük A, kiçik C, kiçik A. Burada da kiçik C, kiçik A. Böyük C, kiçik C, böyük A, kiçik A. Böyük C, kiçik C, kiçik A, kiçik A. Kiçik C, kiçik C, böyük A, kiçik A. Kiçik C, kiçik C, kiçik A, kiçik A. Bu bozdur. Bu qaradır. Bu ağdır. Bu da ağdır. Və görürük ki,
Qaraları soruşursa bu 4'te 1, yani 25% olacaq. Doğru cevabımız 25%. 24-cü sualda fraqmentasiya cinsi çoxalmanın bir formasıdır. Xeyr, qeyri-cinsi çoxalmanın formasıdır. Əsasən oturaq həyat tərzi keçirən canlılar üçün xarakterlidir. Deməli, fraqmentasiya deyirsə, yastı qurdlar, vaxt planları hərəkətlidir, soxulcan hərəkətlidir. E, Hidralar oturaq həyat tərzi sürür. Hələlik bu bəndi saxlayaq. Əsasən sözü işlədirsə, ola bilər doğru olsun, yəni şirin su hidrasına görə. Adətən iki fərdin iştirakı ilə gedən çoxalma prosesidir. Xeyr, bu yanlışdır. Canlıların bədən hissələri ilə çoxalmasıdır. Bu ola bilər. Süngərlər, dərisi tikanlar, bağırsaq boşluqlarda yayılmışdır. Bu ola bilər. Əsasən dediyinə görə, yəni həmişə demir. Ona görə düşünürəm ki, 2 də doğrudur. Cavabımız 2, 4 və 5 olacaq deyə düşünürəm. Ehtimalım belədir. Davam edirik. Növbəti sualımızla. Drozofil milçəyinin bir nüvəli somatik hüceyrəsində profazla, metafazla və anafazın sonunda xromosomların cəmi neçədir? Drozofil milçəyində bilirik ki, 2n bərabərdir 8-dir. Somatik hüceyrədə isə mitoz bölünmə olacaq. Profazada 2n'dir, elə 8. Metafazada yenə də 2n'dir, o da olacaq 8. Anafazada 4n olduğu üçün olacaq 16. Onların cəmi neçədir? 8 üstəgəl 8 üstəgəl 16 bərabərdir 32. Canlıları bir nüvəli somatik hüceyrəsində olan autosom xromosomların sayının azalması ardıcıllığını müəyyən edin. Ev pişiyi 2n bərabərdir 38. Ev toyuğu 2n bərabərdir 78. Yəni 2n'ləri qeyd edin yuxarıda. İnsan 2n bərabərdir 46. Drozofil milçəyi 2n bərabərdir 8. Somatik hüceyrədə olan autosom xromosomlarının azalması ardıcıllığını müəyyən. 2 çıxarıq, yəni autosomlar üçün. Autosomlar üçün, yəni ev pişiyində 36, insanda 44, ev toyuğunda 76, drozofildə 6 olacaq. Yəni azalma dediyinə görə ən çox olanı birinci götürərik. 3 olacaq, daha sonra 2 olacaq. İnsan, daha sonra pişik olacaq. Daha sonra isə drozofil milçəyi olacaq. 3, 2, 1 və 4. Davam edirik. 27-ci sualımız artıq uyğunlaşdırma tiplidir. Uyğunluğu müəyyən edin. Birinci şəkil. Bu endoplazmatik şəbəkədir, düşünürəm. Endoplazmatik şəbəkə. İkinci şəkil Golgi kompleksi. Üçüncü şəkil mitoxondri. İki membranlıdır. Bu mitoxondriya aiddir. İki tipdə olur. Dənəvər hamar. Bu endoplazmatik şəbəkəyə aiddir. Plazmatik membranın yenilənməsində iştirak edir. Bu Golgi kompleksinə aiddir. Hüceyrəni enerji ilə təmin edir. Bu mitoxondriya aiddir. Lizosomların formalaşmasına iştirak edir. Bu Golgi kompleksinə aiddir. 1-ə B, 2-yə C-yə, 3-ə A və D bəndləri aiddir. Davam edirik. Növbəti, yəni situasiya sualımızla. Əvvəlcə situasiyaya qulaq asaq. Görək, situasiyamız nə haqqındadır? Fotosintez prosesində iştirak edən amillərdən birinin vacibliyini sübut edilməsi üçün təcrübə aparılır. Bu, səhv eləmirəmsə, bizim
köhnə 6-cı sinif dərslərimizdə bu təcrübə olmalıdır. Otaq bitkisi 3 gün qaranlıqda saxlanıldıqdan sonra onun bir yarpağının hər iki tərəfdən kağızlarla örtülər ki, yalnız müəyyən bir hissəsi görünsün. Həmin bitki 12 saat günəş işığında saxlanılır, sonra isə tədqiq olunan yarpaq qoparılır və qara kağız çıxarılır. Həmin yarpaq eləcə də əvvəlcə qaynar suya salınır, sonra bir neçə dəqiqə spirtə saxlanılır. Daha sonra bu yarpaq su ilə yuyulur və üzərinə zəif yod məhlulu əlavə edilir. Deməli, üzərinə yod məhlulu əlavə edildikdə yarpağın hansı hissəsinin rəngi və necə dəyişəcək? Yəni, burada artıq bizdən iki şey istəyir. Hansı hissəsinin rəngi? Qara kağızla örtülməyən hissəsinin rəngi. Qara kağızla örtülməyən, yəni açıq olan. Əsaslandırmanızda bu olacaq, bir də qeyd eləmirəm. Yəni, əsaslandırmanız bu olacaq ki, qara kağızla örtülən hissədə günəş işığı düşmədiyinə görə fotosintez baş verməz və nişasta əmələ gəlməyəcək. Həmçinin qara kağızla örtülməyən hissədə nişasta göy rəngə boyanar. Yəni, necə dəyişər? Göy rəngə boyanacaq və əsaslandırmamız da odur ki, qara kağızla örtülən hissəyə işıq düşmədiyi üçün nişasta əmələ gəlməyəcək və günəş işığı düşən hissədən nişasta əmələ gəldiyi üçün o yodun təsirindən göy rəngə boyanacaq. 29-cu sualda bu təcrübə fotosintez prosesində hansı amilin vacibliyini sübut edir? İşıq amilinin vacibliyini sübut edir. Bitkinin 3 gün qaranlıqda saxlanılmasının səbəbini izah edin. Bitkinin 3 gün qaranlıqda saxlanılmasının səbəbi odur ki, bitkidə daha əvvəl fotosintez prosesində əmələ gəlmiş üzvü maddə, yəni nişasta, eter qida maddəsi kimi istifadə olunaraq qutarsın. Yəni, qara kağızla örtülən hissədə əvvəlki günlərdə əmələ gəlmiş nişasta qalmamış olsun. Səbəbi budur. Və davam edirik 30-cu sualımızla. 30-cu sualımız belə görünür ki, məsələdir. Tədqiq olunan yarpağın açıq qalan hissəsinin sahəsi 50 sm kvadratdır. Deməli, S bərabərdir 50 kvadrat santimetr. Təcrübə müddətində həmin sahəyə düşən günəş enerjisinin miqdarını hesablayın. Səhv eləmirəmsə, 12 saat işıqda saxlanmışdır. Biz ona baxın. 12 saat günəş işığında saxlanılır. Deməli, T-miz 12 saatdır. N bərabərdir. Əvvəlcə biz 50 kvadrat santimetri biz kvadrat metrə çevirməliyik. Deməli, 1 metr 100 santimetr olduğu üçün 1 kvadrat metr 100 vurulsun 100. 10.000 kvadrat santimetrdir. Yəni, biz burada 50-ni 10.000-ə bölməliyik. 50 bölünsün 10.000. Yəni, 10.000-də 50, 1000-də 5. 0,1000-də 5 kvadrat metr. Yəni, üzr istəyirəm, dəqiqləşdirmək üçün mən bir də düşünüm ki, səhvli olmasın. 50 kvadrat santimetr, yəni 10.000 kvadrat santimetr ilə 1 kvadrat metr. 50-ni də 10.000-ə böləndə 5-i 1000-ə bölmək deməkdir. 0,1000-də 5. Bəli, düşünürəm ki, bu şəkildə olmalıdır. N bərabərdir. S vurulsun T, yəni 0,1000-də 5 vurulsun 12. Bərabərdir. 5-i 12-yə vuranda N1 60, 1000-də 60-dırsa bu 100-də 6 eləyəcək. 0,6 qram. Və bunun üzərinə düşən günəş enerjisini hesablamaq üçün əvvəlcə 17,6-ya vurub 0,6 vurulsun 17,6, daha sonra vurulsun 100. Nə üçün 100-ə vururuq? Çünki bitkinin mənimsədiyi enerji üzərinə düşən günəş enerjisinin 1%-ni təşkil edir. O cəhətdən 100%-i tapmaq üçün 100-ə vururuq. 0,6-nı 100-ə vururam, edir 6. 6-nı vurarıq 17,6-ya. 6 vur 17,6.
bərabərdir 6 dəfə 6, 36, 3 yadda, 6 dəfə 7, 42, o da 3, 45, 4 yadda, 6 və 1, 6, o da 4, 10. Buradan da bir vergül qoyuruq. 105,6 kilojoule olduğunu düşünürəm, əgər hesablamada diqqətsizlik etməmişəmsə. Bu qədər bu sınağımızdan, əziz izləyicilər. Hər birinizə dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah növbəti videolarımızda görüşənədək. Hələlik vaxtınızın xoş keçməsini diləyirəm.